Abşeron rayonu Abşeron Kristal Yaşayış kompleksində qanunsuz tikinti iddiaları gündəmdədir. Eyşən adlı şəxsə məxsus olduğu deyilən manqalda restoranı ərazidə dəmir konstruksiyalar vasitəsilə genişləndirərək demək olar ki, həyətin bir hissəsini zəbt edib. Aparılan bu genişləndirmə nəticəsində keçid yolları darlanıb və ortaya heç yerdə rast gəlməyən təhlükəli bir mənzərə çıxıb. Belə ki, sabah burada hər hansı yanğın və ya fövqəladə hadisə baş verərsə, əraziyə nə yanğın söndürən texnika, nə də təcil tibbi yardım avtomobilləri rahat şəkildə daxil ola biləcək. Ən diqqət çəkən məqam isə bu qanunsuz genişləndirməyə aidiyyəti qurumların hələ də ciddi reaksiya verməməsidir. İcra strukturlarının isə baş verənlərə göz yumduğu iddia olunur. Abşeron Kristalda yaranmış bu vəziyyət ciddi suallar doğurur. Görəsən bu qanunsuz tikintiyə kim və ya kimlər himayədarlıq edir? Sizi ilə mən Nüsrət Sakitoğlu, Press Xəbər.